Soyuducu sistemlər əsasən 19-cu əsrin sonlarından və 20-ci əsrin əvvəllərindən tətbiq olunmağa başlamışdır. Videoya keçid etməkdən əvvəl kanala abunə olub bizlərə dəstək ola bilərsiniz. İlk dəfə 1930-cu ildə Amerikan DuPont şirkəti tərəfindən freonlar əsasında işləyən soyuducu sistemlər istehsal olunmağa başlamışdır. Freon qazlarını isə Amerikan alimi Thomas Midgley tərəfindən kəşf olunmuşdur. Bu qazların əsas tərkibi karbon, hidrogen, flor və xlor elementləridir. Bu qazların maye halından qaz halına keçməsi, sonradan da kompresor tərəfindən qaz halından maye halına qayıtması soyuducu sistemlərin işləmə prinsipini təmin edir. Beləliklə, buxarlanma və kondensasiya nəticəsində bu qazlar ətrafdan istiliyi alır və ətraf aləmi soyudur. Lakin sonradan bu qazların ozon təbəqəsinə mənfi təsiri onların tətbiqini məhdudlaşdırılmışdır. Müasir dövrümüzdə isə ekoloji cəhətdən daha təmiz olan freon qazlarından istifadə olunur. Bu qazların markalanması isə tərkibindəki atomların sayına uyğun gəlir. Digər soyuducu qazlara misal olaraq amoniak qazını, helium və azot qazını da misal göstərmək olar. Helium və azot qazları daha aşağı temperatur əldə etmək üçün elmi məqsədlər üçün istifadə olunur. Bununla bərabər propan və izobutan qazları da soyuducu xüsusiyyətlərə malikdir. Maraqlı məlumatların davamı üçün kanala abunə olub videoları bəyənməyi unutmayın.